Bəs nə? Bəs kim olmalıydı? Kim olmalıdır? Maması məni aparıb o boyda zizdə eləyib, uduz eləyib. Nətər olmalıydı? Aygül çox möhtəşəm idi, çox seçildiydin bacım. Çox hissəlirəm ki, sən mənə hündürsən, ama olsun. Aygül'ün atasının 2 metr boyu var. Mənim atam rəhmətli 1.65 boyu var. Güzel idi, çok güzel. Enerjim doldu. O kadar məsuliyyətliydi ki, indi hələ. Çünki mənim Aygül'ün anasına